Mən də fürsətdən istifadə edib gələn hər kəs salamlayıram. Burada yad yoxdur onun üçün, hamısı doğman. Adil müəllimi ustadına dəyər verən insan kim tanısın? Amma o insan həm də şagirdinə dəyər verən. Buna görə alqışlayaq onu. Çünki mənim Surxay Məhəmmədoğlu kimi kitabımın araya ərsəyə gəlməsində və mənə dəyər verib keçirməsində böyük əməyi olduğuna görə təşəkkür edirəm. Çox sağ olun. Və mən o gündən özümü Adil Cəfəkişə şəhid bilirəm. Buna görə təşəkkür edirəm, alqışlayıram. Ondan əlavə mənə burada mənəvi dəyər verən insanlar çoxdur. Kitabımın baş redaktoru İldırım müəllimə təşəkkür edirəm. Mənim mənəvi ustadlarım Qəzənfər müəllimə təşəkkür edirəm. Burada Risəli yaradan burada təşəkkür edirəm və əsas təşəkkürümdən biri Qul müəllimədir. Niyə? Çünki mənim şeirlərimin ilk redaktoru, yəni onun düzəliş edənlərdən biri Qul müəllimdir. Və bir də Hənifə anam. Onlara da təşəkkür edirəm. Burada mənim Surxay kimi tanınmağımda daha bir rol olan bizim Nur Ocağının rəhbəri Seyran xanıma təşəkkür edirəm. Xəzər müəllimə təşəkkür edirəm. Yəni mənim Surxay Məhəmmədoğlu olmağında hər birinizin rolu var. Əsas rol sizindir. Çox sağ olun. Məni şəhid kimi qəbul eləmişsinizsə, Allah sizdən razı olsun və hər zaman da sizə minnətdar olacaq. Allah sizə uzun ömür versin, can sağlığı versin. Siz necə ki Mehbala müəllimi yada saldınız, ona dəyər verdiniz. Mən də sizə söz verirəm ki, bütün ömrümün axırına qədər hər ildə sizi yada edəcəm və hər zaman sizi uca tutacam, uca saxlayacam. Bizə bütün məclislərdə onun adını uca saxlayırsınız. Və buradan Mehbala qardaşımı salamlayıram. Təbii ki, Mehbala Ocağının varislərindən olan. Mən də çox uzatmayacağım sözü. Həmişə mən həyatımda hikmətamiz sözlərə yer vermişəm, özümə örnək götürmüşəm. Bizim dəyərli ustadımızın sayılmaz şeiri mənə o qədər tutdu ki, yəni dövrümüzlə səsləşən, aktual bir şeir olduğuna görə onu səsləndirmək istəyirəm. Deyək, sağkən hörmət elə ata-anaya, öləndə ehsanın hörmət sayılmaz. Hamıdan çox olsa gücün, cürətin, xalqa lazımsızsa cürət sayılmaz. Danışanda diqqət yetir sözünə, qayıtmasın, elə sözdür özünə. Hər kəsin nöqsanın desən üzünə, o güzgü sayılar, qeybət sayılmaz. Mehbalı, şeirində olsun dəlalət, dərin məna olsun bir də həqiqət. Özün öz sözünə versən də qiymət, el qiymət verməsə qiymət sayılmaz. Mən buna görə təşəkkür edirəm. Adil mənə qiymət verdiyə görə mən bu şeiri ona səsləndirdim ki, Adil müəllim, Allah sən ki qiymətli eləsin. Ustadın da başınız olsun.